1926-cı ilin 6 noyabrında Bakıda ilk radyo efiri yayımlanıb. Beləliklə də ölkədə yeni informasiya dövrü başlanılıb. O vaxtdan bugünə qədər televiziya və radyo insanların gündəmini, düşüncəsini, baxışını formalaşdıran əsas vasitə olub. Bugün həmin səs və görüntülərin sabit, keyfiyyətli şəkildə tamaşaçıya çatdırılması ən vacib sayılan məqamlardan da və bu iş Telegüllə üzərindən idarə olunur. Bəs orada iş hansı formada icra edilir? Rəqsanə İbrahimzadənin sujetində biləcəksiniz. Diqqət, danışır Bakı, RV8. Hər şey belə başladı. 1926-cı il noyabrın 6-sında Azərbaycanın səsini dünyaya çatdıran yeni bir dövrün başlanğıcı qoyuldu. Bakıda radiostansiyanın istismarı verilməsi ilə ölkədə ilk dəfə efirdə radio proqram yayımlandı. Yoldaşlar, Əməkdar İncəsənət xadimi dirijor Seyid Usmanovun rəhbərliyi ilə Azərbaycan Radio Komitetinin notlu Azərbaycan Xalq İnstrumentləri Orkestrinin konsertinə başlayırıq, qulaq asın. 1956-cı il fevralın 14-də isə Bakı televiziya studiyası ilk dəfə efirə çıxdı. Həmin dövrlərdə kütləvi informasiya vasitələri təkcə xəbər vasitəsi deyil, həm də xalqı birləşdirən səs sayılırdı. Çünki radio və televiziya müharibə illərində ümid, qələbə anlarında sevinci paylaşan dost idi. Bugünsə o kiçik radiostansiya artıq böyük bir sistemin, müasir televiziya və radionun təməli sayılır. Hər siqnalın, hər səsin, hər kadrın yolu isə tək bir nöqtədən keçir, Telegüllədən. İstər Azərbaycan televiziyası, istərsə də radiosu, hər iki variantda efirin gücü təkcə sözlərdə deyil, həm də onu milyonlara çatdıran texnologiyadadır. Burada isə əsas yük çəkisi 40 min ton olan Azərbaycanın ən hündür tikilisi Telegüllənin üzərinə düşür. Yayımın təşkili üçün bizdə ən son texnologiyalardan istifadə olunur. Həmin texnologiyalar vasitəsilə yüksək keyfiyyətli, kəsintisiz yayımı bərpa təmin etmək üçün burada daimi növbətçi heyəti olur. Bu gördüyünüz monitorlar, monitoring sistemi vasitəsilə təsvirin və səsin keyfiyyətinə biz nəzarət edirik. Ən son texnologiyalardan dediyimiz kimi istifadə edirik bu proseslərin baş verməsi üçün. Optik xəttdən və radio relay xəttindən qəbul etdiyimiz siqnallar burada paket halına salınır və yerüstü yayım üçün, peç yayım üçün ayrı-ayrı istiqamətlərdə istifadə olunur. Hər gün yüzlərlə televiziya siqnalı məhz bu məkandan yayımlanır. Verilişin tamaşaçıya, dinləyiciyə çatdırılması üçün əvvəlcə gələn siqnal məhz burada ötürücü yayım sistemlərindən keçir və emal prosesi getdikdən sonra bundan sonra müxtəlif metodlarla yayımlanır. Şirkətlərdən biz qəbul etdiyimiz siqnalları daima nəzarətdə saxlayırıq. Növbətçi heyətimiz var, 24 saat burada növbətçi heyəti həm siqnalların qəbuluna və həm də ki, siqnalların ötürülməsinə daima nəzarət edir. Gecə və gündüz bu nəzarətdə olur. 24 saat burada iş gedir. Buradakı avadanlıqlar heç bir vaxt dayanmır. Burada yəni o dərəcədə bütün avadanlıqların üzərində işlər aparılır ki, yəni o qədər onların hər hansı bir yaranmış səbəb varsa da o dərhal aradan qaldırılır. Bu isə emal edilən hazır siqnalların son halıdır. Yəni bizim televizora açanda ilk gördüklərimizdə. Gələn siqnallar öncə bu otaqda formalaşdırılır, daha sonra yayım zalında emal olunduqdan sonra proses tamamlanır və məhz bu hissədə yayım siqnallarının keyfiyyətinə 24 saat ərzində mütəxəssislər nəzarət edir. Dalğalar dəyişsə də məqsəd eynidir. Səs, söz və gündəm xəbərləri insanlara çatdırmaq. Bugün Azərbaycan mediası təkcə xəbər mənbəyi deyil, həm də milli yaddaşın daşıyıcısıdır. Arxivlərdə qorunan hər köhnə efir yazıları da məhz bu tarixin canlı salnaməsi sayılır. Bəli, Rəqsanəyə sujetə görə təşəkkürümüzü bildiririk. Çalışıb ki, tam olaraq hansı formada fəaliyyət göstərilir, nümayiş etdirsin. Həmkarlarımızı da təbrik edirik və televiziyada, radioda çalışan insanların bayramı da olmur, istirahəti də çox az olur. Çünki davamlı şəkildə bayram günlərində, istirahət günlərində insanlar izləmək istəyirlər, televiziyaya baxırlar və yaxud da radionu dinləyirlər. Bu səbəbdən bir daha istəyərdim ki, həmkarlarımı təbrik edim bu peşədə, bu əvəzsiz işdə daim öz əməklərini sərgilədikləri üçün, əsirgəmədikləri üçün.